Salam əziz müəllimlər. Mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə Əliyeva. Mən bugün sizə miq və sertifikasiya üçün Newton qanunlarına aid bir neçə sualın izahını verəcəm. Gəlin keçək sualların izahına. Bizə deyilir ki, sürtünməsiz üfüqi yolda 10 kiloqramlıq cismə 50 newtonluq qüvvə təsir edir. Buna görə cismin təcilini tapın. Deməli, biz bilirik ki, bizə verilən qüvvəni biz iki toplanana ayırmalıyıq. Həm x oxu üzrə olan toplanan, həm də y oxu üzrə olan toplanana. Gəlin, həmin qüvvələri göstərək. Deməli, x oxu üzrə olan toplanan bucağa bitişik, bucağa bitişik olan qüvvəni tapsa, deməli, yazırıq f vurulsun, kosinus 53 dərəcə. Bucağa bitişik toplanan olur kosinusla. Kosinus 53 dərəcə. Y toplananı isə olur f vurulsun sinus 53 dərəcə. Deməli, kosinus 53 dərəcəni hesablayanda 50 vurulsun. Kosinus 53-ün qiyməti bizə verilir 0,6. 0,6-ya vururuq. Burada edir bizə 30 newton. Amma f vurulsun sinus 53'ü hesablayanda sinus 53 dərəcədə də qiymət bizə verilir 0,8. 50'ni vururuq 0,8'ə edir 40 newton. Biz burada təcili tapdıqda yazırıq ki, MA bərabərdir Newtonun ikinci qanununa əsasən MA bərabərdir 30 newton. Biz nəyə görə 40 newton qüvvəni götürmədik? Ona görə ki, 40 newtonluq qüvvə təcil yaradan qüvvə deyil. 40 newtonluq qüvvə şaquli istiqamətdə yönələn qüvvədir. Təcil yaradan qüvvə cismi hərəkətə gətirən qüvvədir. Cismi üfüqi səth üzərində hərəkət etdirən qüvvədir. Buradan alırıq ki, 10A bərabərdir 30A, A da bərabərdir 3 metr bölünsün saniyə kvadratı. Cavab olur C variantı. Keçək növbəti sualın izahına. Bizə deyilir ki, sürtünməsiz üfüqi səthdə kütləsi 16 kiloqram olan cismə F qüvvəsi şəkildəki kimi təsir edir. Cismin təcili 5 metr bölü saniyə kvadratı olduğuna görə F qüvvəsinin böyüklüyü nə qədərdir? Yenə biz həmin F qüvvəsini iki toplanana ayırırıq. X oxu üzrə olan toplanan və Y oxu üzrə olan toplanan. Deməli, Y oxu üzrə olan toplanan F vurulsun sinus 37 dərəcədir. Və buradan alırıq sinus 37 dərəcə bizə nə qədər verilir? 0,6. Alırıq F vurulsun 0,6. Amma X oxu üzrə olan toplanan F vurulsun kosinus 37 dərəcə. O da bizə verir 0,8 F-i. Yenə biz təkrar olaraq Newtonun ikinci qanununa əsasən yazırıq. MA bərabərdir F vurulsun 0,8. M bizə verilir 16 kiloqram. Təcil bizə verilir 5 metr bölü saniyə kvadratı bərabərdir 0,8 F-ə. Buradan alırıq ki, 80 newton bərabərdir 0,8 F-ə. F də buradan bərabərdir 100 newtona. Cavab olur Y variantı. Keçək növbəti sualın izahına. Bizə deyilir ki, sürtünməsi olmayan bir tərpənməz blok ilə qurulan bir sistem buraxılıb və buna görə də cisimlərin təcillərinin böyüklüyü nə qədərdir? Deməli, əziz müəllimlər, biz bu sistemdə təcili tapmaq üçün birinci cismə təsir edən qüvvəni, ağırlıq qüvvəsini göstərməliyik. 3 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi mg-dən edir 30 newton. 7 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi isə mg-dən edir 70 newton. Biz cisimlərin təcilini tapmaq istəsək, yazırıq, necə yazırıq? Düstur necədir? Təcil bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Deməli, əziz müəllimlər, biz baxırıq ki, 70 newtonluq qüvvə 30 newtonluq qüvvədən çoxdur. Ona görə də bizim bu sistemimiz sola doğru hərəkət eləyəcək. Biz əvəzləyici qüvvəni tapanda yazırıq 70 newton, çıxaq 30 newton.
Və kütlə nə qədərdir? 7 kiloqram və 3 kiloqram edir 10 kiloqram. Buradan alırıq 40 newton bölünsün 10 kiloqram və təcil olur 4 metr bölünsün saniyə kvadratı. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Növbəti sualda bizə deyilir ki, sürtünmələrin olmadığı bir sistemdə cisimlər sərbəst buraxılır. Buna görə cisimlərin təcilinin böyüklüyü nə qədərdir? Gəlin biz birinci həmin bu cisimlərə təsir edən qüvvələri göstərək. 6 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi 60 newtondur. 1 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi isə 10 newtondur. Biz deməli sistemin təcilini tapmaq istəsək, bayaq yazdığımız üstünü təkrar yazırıq. A bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Deməli 60 newtonluq qüvvə 10 newtonluq qüvvədən böyük olduğu üçün bu sistem sağa doğru, bu istiqamətə, daha doğrusu aşağıya doğru saat əqrəbi istiqamətində hərəkət edəcək. Deməli onda yazırıq. Əvəzləyici qüvvə nə olur? 60 çıxılsın 10 newtonluq qüvvə. Sistemin kütləsi nə qədərdir? 1 kiloqram burada, 3 kiloqram burada, 6 kiloqram burada. Bunları toplayırıq edir 10 kiloqram. Deməli 50 bölünsün 10-dan alırıq ki 5 metr bölünsün saniyə kvadratıdır. Cavab olur A variantı. Keçək növbəti sualın izahına. Bizə deyilir ki, sürtünmənin olmadığı bir sistemdə cisimlər sərbəst buraxılır. Buna görə ipdəki gərilmə qüvvəsinin böyüklüyünü tapın. Deməli, bizə verilən bu sistemdə biz gəlin birinci qüvvələri göstərək. 3 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi 30 newtondur. 2 kiloqramlıq cismə təsir edən ağırlıq qüvvəsi isə 20 newtondur. Biz gərilmə qüvvəsini tapmaq üçün əvvəlcə birinci sistemin təcilini tapmalıyıq. Gəlin sistemin təcilini tapaq. A bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Deməli bu sistemdə baxırıq ki 30 newtonluq qüvvə 20 newtondan çox olduğu üçün sistem bu istiqamətə hərəkət edəcək. Ona görə yazırıq 30-20 bölünsün sistemin kütləsi 3 kiloqram, 2 kiloqram, cəmi edir 5 kiloqram. Bərabərdir 10 bölünsün 5-dən alırıq ki 2 metr bölünsün saniyə kvadratıdır. Deməli təcili tapdıq. Gəlin indi ipdəki gərilmə qüvvəsini tapaq. Ipdəki gərilmə qüvvəsini baxın bu hissəyə əsasən Newtonun ikinci qanununu yazaraq tapa bilərik. Deməli sistem bu hissədə yuxarı hərəkət etdiyi üçün ipdəki T gərilmə qüvvəsi daha böyükdür. Ona görə də T'dən biz çıxırıq MG-ni, MG bərabər edirik MA-ya. Bu Newtonun ikinci qanununun ifadəsidir. Deməli biz burada T bərabərdir yazırıq. M vurulsun J plus A. Buradan da alırıq ki kütlə bizə verilmişdi. Nə qədər? 2 kiloqram vurulsun. 10 üstə gələk. Təcil nə qədər aldıq? 2. 12-ni də 2-yə vurduq. Aldıq 24 newton. Deməli, bu ipdə yaranan gərilmə qüvvəsi 24 newtondur. Cavab olur C variantı. Əziz müəllimlər, mən bugün sizə Newton qanunlarına aid sual nümunələrinin izahını verdim. Hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.